Bir olsun, birinci sınıf şagirdləri üçün heca mövzusuna uyğun olaraq tapşırıqları yerinə yetiririk. 5 yaşlılar üçün də uyğun ola bilər videomuz. Onlar da izləyə bilərlər, öyrənə bilərlər. Çünki onlar da heca haqqında öyrənirlər. Sualları mən oxuyacağam, onlar da cavablandıra bilər. Verilmiş fikrə uyğun gələn söz hansıdır? Saitlə başlayır, 2 hecalı sözdür. Məsələn, baxın, 5 sözü saitlə başlamır. Bu variantı sildik. Əsil, ulu. 2 hecalı sözdür. 2 hecalı söz olması üçün tərkibində 2 dənə sait olmalıdır. Amma əsl sözün tərkibində bir sait var. Ulu isə ulu. 2 hecalı sözdür. Cavab C variantı. Aşağıdakı söz haqqında doğru fikir hansıdır? Neftçi. Neftçi. Sözdə bir heca var. Xeyr. Neftçi. Xeyr, t burada olmalı deyil. Çünki hecaya ayrılmır. Söz 2 hecalıdır. Bəli, doğru fikirdir. Tapanlara afərin. Hansı şəklin adında daha çox heca var? Gəlin yazaq. Ç. Tələffüzlə də tapa bilərsiniz. Məsələn, ç, p, nək 3 hecalıdır. Maşın 2 hecalıdır. Günəş 2 hecalıdır. Cavab A variantı. Uyğunluğu müəyyən edin. Doğru, yoxsa yanlış? Baxırıq. Para, büzən. Dovşan. Baxın, yanlışdır. Dovşan olmalıdır. Yanlış. Şəkil. Doğrudur. Qaran, quş. Doğrudur. Eldar səhv bölünüb. Buradan bölünməli idi. Yanlış. Bayraq. Doğru bölünüb. Doğru olanlar yanlışdan rəngləməlisiniz. Bu arada para, büzən ola bilər. Qaran, quş. Doğrudur. Şəkil, bayraq. Doğrudur. Burada hecalara bölünməklə bağlıdır. Dəqiqə. Para, büzən də biz səhvə qatacağıq. Niyə? Çünki heca ilə bağlıdır bu. Hecaya düzgün bölünməni etməliyik. Pa, ra, büzən. Ona görə bunu da yanlışa əlavə edirik ki, yəni hecalara düzgün bölünməyib, hecaya bölünməyib və yaxud da digər hər biri hecaya bölünüb. Davam edək. Hansı söz hecaya səhv ayrılıb? Ətir, əkin, əməl. A variantı. Ətir yox, ətir. Hansı cümlədə 4 hecalı söz var? Mən bağda para büzən gördüm. Mən 1 hecalı, bağda 2 hecalı, para büzən 4 hecalı. Gördüm 2 hecalı. Səlim dərs oxuyur. 2, 1, 3. Eldar 2 hecalı, parka getdi. Cavab A variantı. 4 hecalı söz axtarırdıq. Hansı sözdə daha çox heca var? A, na, nas 3. Əkinçi 3. Gəmiçilər 4. Cavab C variantı. Birləşdirin. Gəlin birləşdirək dostlar. Baxın. Balıq. B-a. Balıq. Balıq 2 hecalıdır. Gəmi 2 hecalıdır. Uzun 2 hecalıdır. Dərs 1 hecalıdır. Şar 1 hecalıdır. Davam edək. Mətni hecalara bölək. Mətndəki bir hecalı sözlərin altından xətt çəkin. Yəni tərkibində bir dənə sait olan sözlərin altından xətt çəkəcəyik. Dəqiqə mən rəngləyəcəm onları. 1. Zamanlar Gülnar adında bir qız vardı. O bağçaları çox sevərdi. Bir gün bir dəqiqə bağçada gəzərkən parıldayan bir gül gördü. Bu gül digər güllərdən fərqli idi. O rəngdən rəngə dəyişirdi. Gülnar gülə toxundu və birdən onun qarşısında bir sehirli pəri peyda oldu. Salam Gülnar dedi. Pəri, sən bu sehirli gülə yaxşılıq etsən, arzuların çin olar, çin. Gülnar hər gün gülü suladı, qulluq etdi və heç kimə onu qoparmağa icazə vermədi. Gül daha da gözəlləşdi. Bir gün pəri yenə gəldi. Sən çox yaxşı qızsan. İndi bir arzu et. Gülnar düşündü və dedi,
Mən istəyirəm bütün uşaqlar xoşbəxt olsun. Pəri gülü havaya qaldırdı. Gül parladı və bu gözəl arzu dünyaya yayıldı. Sözləri hecalara ayır və sonra sayını yaz. Yazaq Ç. Burada yazaq Ç. P. Neç? Neçə hecalıdır? 3. PDF şəklində əldə etmək istəsəz, PDF-in linkini videonun aşağı hissəsinə yerləşdirəcəm. Bulaq. Yazaq. Bulaq. 2. Uşaq. Uşaq. 2. Cəmiçi. Yazaq. Cəmiçi. 3. Bənövşə. Yazaq. Bənövşə. 3 hecalı. Sonra bir hecalı sözləri qutuya birləşdir. Sa. 2 hecalı. Gün. Gətirdik qutuya. Daş. Gətirdik qutuya. 1. Baş. Yun. Uca. 2 hecalı. Əməl. 2 hecalı. Əli. 2 hecalı. Belə dostlar, bir video dərsin daha sonuna gəldik. Ümid edirəm ki, sizin üçün öyrədici video oldu. Siz də bu cür dərslərin daha çox olmasını istəyirsinizsə, kanala abunə olun, videoları bəyənin və dostlarınızla paylaşmağı unutmayın. Gələn video dərslərdə görüşmək diləyilə sizinlə mən idim, İncəgül müəllimə İsmailova. Videoda gördüyünüz sualları PDF şəklində əldə etmək istəsəz, linki videonun aşağı məlumat hissəsinə yerləşdirəcəm. Linkə daxil olaraq Telegram səhifəmizə keçid edəcəksiniz. Yanaşı olaraq WhatsApp qruplarınız da var, orada qoşula bilərsiniz. PDF-ləri ödənişsiz şəkildə əldə edə bilərsiniz. Sağ olun, gələn video dərslərdə görüşmək diləyilə. Hər birinizə uğurlar arzu edirəm.